Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizin üçün 15 fevral 2026-cı ildə Kaspi kurslarının keçirdiyi, yəni 10-cu sinif üçün keçirdiyi blok sınağının tarix fənninə aid olan suallarının izahatı ilə tanış edəcəyik. Suallarımıza keçid alaq. Burada qeyd edirik ki, ikinci ictimai əmək bölgüsünün baş verdiyi dövrə uyğun gəlir. İkinci ictimai əmək bölgüsü Orta Tuncda baş verdiyi üçün Ayıqlı Hərdəti Gedikətən Duz Şarkı Son Tunc İş şəhər mərkəzinin yaranmasını götürə bilərik. Ölü yandırma kollektiv Erkən Tunca aiddir. Boyalı qablar düşür. Mübadilənin ticarətin yaranması düşür. Deməli, 2, 4, 5 uyğun cavabımız Y variantında verilib. Digər bir sualda xəritədə ulduz işlənmiş ölkənin 12-13-cü əsr tarixinə aiddir. Xəritədə işarələnmiş olan ərazi İngiltərəyə aiddir. İngiltərə. Burada Böyük Azadlıq Xəritəsi 1215-ci 13-cü əsrə düşür. Kral məhkəməsinin səlahiyyətinin gelişməsi, məsələn, Henrixin dövründə idi. Bu da düşür 12-ci əsrə düşür. Hastings döyüşünə məğlubiyyət 1066-cı ildə aid olduğuna görə biz 11-ci əsrə düşür. Deməli, bu cavabımız təbii ki, C variantıdır. Digər 63-cü sualda Manna deməli, uyğunluğu müəyyən edin. Manna ilə ittifaq yaratmışdıq. Qaştariti 2-ni götürə bilərik. Sonra Babil dövləti ilə ittifaq qurdu. Babil ilə ittifaq qurdu. Kiaksar aiddir. Bu yoxdur burada. Yəni Astiaq verilib, aid deyil. Manna müstəqilliğine son qoydu. Kiaksar 5 doğrudur. Burada da 2 ilə 5 verilib. Deməli A variantı uyğun cavab, A variantına uyğun cavabımız verilib. 64-cü suala baxaq. Burada 11-ci yüzilliyin 40-cı illərində Səlcuqlar, Çağrı bəyin rəhbərliyi kəşfiyyat xarakterli 1015-ci ildədir. Şərqi Anadolu Bizansa zərbə vurdu. Bəli, 1048-ci ildə bunu götürə bilərik. Rey şəhərinə 1043-cü ildə köçürülüb, bunu da götürürük. Fərizbur Şirvanşah titulunu daşınmaqdan məhrum oldu, 1066 götürmürük. Və Sudan Tabeti 1054, bu da aid deyil. Deməli, burada 2 ilə 3 uyğun cavabımız C variantında verilmişdir. Digər bir sualda Uyğur xaqanlığının zəifləməsinin səbəblərindən biri Ordu şəhərin paytaxt keçirməsinə aid yoxdur. Talas məğlubiyyəti Çinə aiddir. Xaqanların sui-qəsd üçün öldürülməsi ola bilər. 2 var. Döyüşməkdən çəkindirən maneçiliyin yayılması düzdür. Deməli, 3 ilə 4 uyğun cavabımız B variantında verilib. Növbəti suala baxsaq, 66-cı sualda Albaniya dövləti mövcudluğu dövrünə aid deyil. Albaniya dövləti deyək ki, 4-cü əsrin, elədən əvvəl 4-cü əsrin sonunda 705-ci ilə qədər mövcud olub. Bələncə şəhərin ərəblər tərəfindən tutulması 722-ci ilə aid olduğuna görə, Albaniya isə 705-ci ilə süquta uğradığı üçün elə A variantı doğrudur. Ərəblərin hücumu isə deməli 7-ci əsrin 30-cu illərinə başlayır, düşür. Tiflisin tərkibinə qatılması 644, Mani təliminin yaranması 3-cü əsrdədir. Zirav döyüşü 71-ci ildə. Bunlar Albaniyanın mövcudluğu dövrünə aiddir. Deməli, elə A variantında doğru verilmişdir. Digər bir sualda Hind arilərinin 11-ci yüzilliyi, Çinlərin isə 65-ci yüzilliyə aiddir. Vahid dövlətin yaranması xeyr, Vahid dövləti 3-cü əsrə və 3-cü əsrə aiddir. Makedoniyanın imperiyasına qarşı mübarizə 4-cü əsrə aiddir. Deyək ki, bu Hindistana aid etmə olar. Dəmir emalıdır. Dəmir emalı təbii ki, Hindistanda 6-cı yüzillikdə, Hindistanda 11-ci yüzillikdə, Çinlərdə isə 65-ci yüzilliyə aiddir. C variantı uyğundur. Digər bir sualda doğru olmayan cavab. Tarixdə ilk yazılı qanunlar Misirlər tərəfindən yaradılmışdır. Elə səhv cavab odur. Çünki ilk dəfə Şumerlər tərəfindən yaradılıb. Şumer cəmiyyətə hökmdar, torpaq sahibləri, kahinlərin yüksək təbəqəyə aid edirlər. Doğrudur. Qadınlar kişi ilə bərabər hüquqa aiddir. Misir əmlak və torpaq dövləti məxsusi aiddir. İlk imperiyası Mesopotamiyada, bəli, Akkad imperiyasıdır. Doğrudur. Deməli, A uyğun cavabdır. Digər 69-cu suala baxsaq, Erler-Ven diaqramına əsasən uyğunluğu müəyyən edin. Şirvanşahlar, Sacilər, Rəvadilər 10-cu yüzillikdə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirdi. 10-cu yüzillikdə birləşdirən Sacilər və Salarilər dövlətidir. Burada da Sacilər verilib. Deməli, A 2-yə aid olar. 11-ci yüzilliyin sonunda yenidən müstəqil oldu. Şirvanşahlar da Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Yenidən müstəqil oldu. Bu yeni götürə bilər 1-ə. Alparslan tərəfinə varlığına son qoyub Rəvadilər 3-ə aiddir. Əsası türk mənşəli sülalə tərəfindən yenə də burada Sacilər aiddir. Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Deməli, Səlcuqlardan asılı vəziyyətə düşmüşdü. Bu
Təbii ki, Şirvanşahlarla rəvadilərin ortaq cəhətidir. Y bəndi də 4-ə aid olacaq. Deməli, 1-də B, 2-də AD, deməli olur 1-də B, 2-də AD, 3-də C, 4-də Y. Doğru cavabımız D variantında verilib. Digər 70-ci sualda qeyd edilir ki, xüsusiyyətlərin heç birinə aid gəlmədiyi erkən ortası şəhərini müəyyən edin. Slavyanların Qarətçi yürüşündən sonra varlığını itirdi. Bu Bərdəyə aid 3 götürmürük. Ən böyük liman şəhəri Dərbənd idi, götürmədik. Kətan parça da Dərbəndə aiddir. Suyu otsuz qızdan hamamları Tiflis şəhəri idi, bu da var. Əl müqəddəsi bu şəhəri Bağdaddan üstün hesab edir, Təbrizdə var. Deməli, uyğun olmayan elə bir rəqəm göstərilən ərazidədir. Burada da A variantında verilib. Digər bir sualda Vestfaliya sülhünün imzalanması ilə Almaniya Katolik kilsəsinin bölünməsi rəsmi olaraq təsdiqləndi. Bu 1555 Augsburg sazişinə görə reformasiya 1517-də başlayıb, bu da yanlışdır. 100 illik müharibə sona çatdı. Bu da aid deyil. 1453-də İsa cəmiyyəti 1540-da təşkil olunduğuna görə Vestfaliya sülhü isə qeyd edilir ki, 1648-ci ilə aiddir. Burada doğru cavabımız Almaniyanın siyasi cəhətdən parçalanması rəsmiləşdi. Yəni E variantı uyğun cavab olur. 71-ci sualda və 72-ci suala baxsaq, digər bir sualda burada qeyd edilir ki, 13-cü əsrdə ucaldılmış müdafiə tikilisi suala diqqətlə baxmaq lazımdır. Mərdəkan qaladır, burada var. Gülüstan qalası da aiddir. Qız qalası da var. 12-ci Buğurt qalası da. Bunlar hamısı müdafiə tikilidir. Darülmülk isə müdafiə tikili deyil. Eldənizlər Sarayı Darülmülk. Burada həmçinin 4-cü yüzilliyin sonları Azərbaycan şimalı üçün xarakterli Makedon ordusu tərəfindən ələ keçirildi, yanlışdır. 4-cü əsrdə ələ keçirildi, amma Əhəmənilər dövlətinin süquta uğradıqdan sonra burada 4-cü ilin sonları deyirsə, Makedoniya imperiyasının dövrünə düşmür. Deməli, Əhəməni imperiyasının tərkibinə daxil edildi. Bu da ola bilməz. Çünki 550-də, yəni bu 4-cü ilin sonlarına düşmür. Vahid adı altında birləşdi. Yəni C variantı uyğundur. Digər bir sualda deyir ki, ardıcılığı tamamlayın. Hülaki dövlətinin süquta uğranması, Cənibəyin Bərdibəyi Təbrizə qoyub Qızıl Orduya qayıtması, Bərdibəyin atasının ölümü ilə bağlı geri qayıtması. Təbii ki, bu Toxtamışın Dərbəndən yürüşü ilə bağlı deyil. Cəlali Şeyx Üveysin Təbrizə şəhərini tutması deyil. Bu da deməli, daha doğrusu bu ola bilər, bəli. Təbrizi tutması 1359-cu ilə aiddir. Deməli, ardıcılıqdan sonra, deməli, Bardibəy buranı tərk eləyəndən sonra təbii ki, burada Cəlalilərin güclənir. Qaraqoyunlu tərəfindən Cəlalilərin hakimiyyətinə qurulması 1410-dur. Əmir Teymurun tərəfindən tutulması 1386 deyək ki, Təbriz şəhərinin Çobani zülmünə qarşı 1344-cü ildə olub. Burada isə Bardibəyin atasının ölümü ilə bağlı. Yəni 1357-dən sonrakı hadisə olduğuna görə biz burada B variantını, yəni 1359-cu ilə aid olan hadisəni götürürük. Yəni B uyğun cavabdır. Digər bir sualda Səfəvinin Ərdəbil hakimliyinə aid olan hadisələrin xronoloji ardıcılığını müəyyən edin. Şəməsi döyüşü, Şeyx Heydərin Dağıstana və Şirvana uğurlu yürüşləri, Şəməsi olub 1494, Şeyx Heydərin hücumu 283, 87, 88-ci illərdə, 83-87-dir, 83-dən götürürük. Cahanşahın tələbi ilə Şeyx Cüneydin Ərdəbili tərk etməsi 1449, Sultanənin Rüstəm Mirzə tərəfindən həbsdən azad edilməsi, yəni 92 Bərdə döyüşündən sonraki dövrə düşür. Ona görə biz birinci götürməliyik burada. Şeyx Cüneydin Ərdəbili tərk etməsi, sonra getirəcək Şeyx Heydərin Dağıstana və Şirvana hücumu, yəni 3-2, deməli götürdük 3-2, sonra Sultanəlinin Rüstəm Mirzə tərəfindən həbsdən azad olması 4 və 1 götürəcəyik. Deməli, burada da cavabımız 3-2-4-1 C variantında verilib. Digər bir sırada Qaraqoyunlu Qara Yusifdən fərqli olaraq Ağqoyunlu Sultan Yaqub yeni dövlətin əsasını qoymuyor. Bəs Qara Yusif qoymuşdu. Osmanlıya dostluq münasibətlər saxlayırdı, ortaqdır. Cəlalilərlə ittifaq quran Qara Yusifdir. Teymurilərlə mübarizə aparırdı. Hər ikisi mübarizə aparır. Əslində Teymurilərlə mübarizə aparmırdı bu. Sultan Yaqub Şeyx Heydəri məğlub etdi. Burada uyğun cavabımız isə Y variantı olar. 76-cı sualda və 77-ci suala baxsaq. Burada deyir ki, 1-ci Məlikşah üçün xarakterikdir. İmperiyanın mərkəzini İsfahandan Reyə, əslində Reydən İsfahana köçürüb. Monqol əsir Qarakitaylara məğlub olan Səncərdir.
Anadolu Hamşəri Türk tərəfindən çevrilib Alparslan dövrünə. Burada Qaraxanlılar məğlub oldu. D variantı uyğun cavabdır. 78-ci sualda deyir ki, hadisə nəticə əlaqələrində uyğunluğu müəyyən edin. Moskva knyazı 3-cü İvanın elçisinin Ağqoyun sarayına gəlməsi Təbrizə Qızıl Orduya qarşı ittifaq bağlanması. Xeyr, bu yanlışdır. Qızıl Orduya qarşı ittifaq yaradılmadı. Bərdə döyüşündə Baysunqurun məğlub etməsi, Rüstəm Mirzənin hakimiyyətə gəlməsi. Baysunqurun Rüstəm Padşahın hakimiyyətə gəlməsi düzdür. 1492-ci ildə aid olan hadisədir. Sədu düzündə döyüş Teymurların Azərbaycanın hakimiyyətinə son qoyması və qovulur. Kür sayına döyüş Qara İskəndərlə bağlı deyil. Qara Yusif idi burada, qalib gəlib. Əlpər sazişi Ağqoyun dövlətin süqutun rəsmiləşməsi, parçalanması, süqutun rəsmiləşməsi deməli 1503-cü ildə rəsmiləşir əslində. Burada parçalanır əslində süqutun rəsmiləşir. Burada 2 ilə 3 götürəcəyik, yəni A variantına. Digər sualda Delhi Sultanlığının məmlükələr və Xələzlər sülaləsi üçün ümumi cəhətdir. Abbasi xəlifə dostluq məmlükətlərdədir. Monqol hücumlarının qorunması üçün, bəli, həqsi Monqol hücumlarının qorunması üçün çalışırlar. Ona görə də 79-da B variantı. Digər 80-ci sualda Frank dövləti, Xlodvik və Böyük Karl. Roma imperiyasından sonra ilk dəfə olaraq Qərbi Avropanı yenidən birləşdirdi. Birləşdirmədi Xlodvik Qərbi Avropanı. Frank dövləti yazılı qanunlar toplusu doğrudur. Suason döyüşündə Roma canişininin məğlub edildi. Bu da aid etmə olar. Deməli, BC 1-ə BC olur. Böyük Karl, Fatih döyüşü Karl Martel ilə aiddir, götürmə olmaz. Verden müqaviləsini də imzalanmayıb. İspaniya ədəblərlə vuruşub. Deməli, BC və deməli, BC Suason döyüşündə Roma canişini. Frank dövləti deyirsə, bəli, Frank dövləti deyirsə, biz burada bir şey yaddan çıxartdıq ki, Frank dövləti 5-ci yüzilin sonlarında yarandığı üçün Suason döyüşünü götürməyəcəyik. Amma Böyük Karla, məsələn, Fatih döyüşünü götürə bilmərik. Verdi müqavilə 843-dür. Burada da C-dir, İspaniya tərəflərlə müharibə aparması. Yəni, 1-də B, 2-də C olmalıdır. Uyğun cavabımız C variantında verilib. Digər 81-ci sualda Anadoluda qırğın törədən Alman ordusu Konya şəhərini ələ keçirib dağıntılara məruz qoydu. Göysüz çayını keçəndə Alman imperatoru suda boğulub ölməsinə üçün ordu dağıldı. Suriya və Fələstin əhalisi böyük fəlakətdən xilas oldu. Mətndə bəhs edilən xaç yürüyüşü üçün xarakterikdir. Bu 3-cü xaç yürüyüşünə aiddir. Innokenti 4-cüsünə rəhbərlik edirdi. Səlahiddin Əyyubi tərəfindən məğlub edildi. Bunun nəticəsi idi. Müqəddəs Roma İmperatoru İngiltərə və Fransa qərarı iştirakı ilə başlamışdı. Deməli, bu deyir ki, mətndə bəhs edilən xaç yürüyüşü üçün xarakterikdir. Müqəddəs Roma İmperatoru İngiltərə və Fransa kralının iştirakı ilə başlamışdı. Uyğun cavabımız C variantıdır. Səlahiddin Əyyubi tərəfindən məğlub edildilər. Əslində Səlahiddin Əyyubi Qüdsü tutmuşdu artıq. Venesiyanın təkid ilə xaç ordusunun Konstantinopol yönəti. Bu 4-cüdür. Müqəddəs Sofiyada 4-cü səlib yürüyüşündə qərat olunub. Elə C variantı uyğun cavabdır. 82-ci sualda verilənlər uyğun rəqəmlər işarələnmiş dövlətləri uyğunlaşdırın. İldırım Bəyazı tərəfindən tabi edildi. Bolqarıstandır. Bolqarıstan və 1-ci Səlim tərəfindən Osmanlı tərkibinə qatıldı. Deyək ki, Misir. Burada 1 ilə 5-i götürə bilərik. 1 ilə, çünki burada İspaniya ilə Fransa aid olmaz. 4, 3 yanlışdır. Orada olar 1. Təbii ki, 1 aid olar. Bolqarıstan ərazisi İldırım Bəyazıda aiddir. A 1-ə aid olar. B isə 5-ə aid olar. Uyğun cavabımız B variantında verilib. 82-ci sualda və 83-cü suala baxsaq, burada deyir ki, Periklin hakimiyyət dövrünə aiddir. Afina-Sparta müharibəsi başa çatdı. Xeyr, bu 404-də Perikl hakimiyyətdə deyildi. 428-ə qədər, 443-dən 428-ə qədər hakimiyyətdədir. Deməli, Afina vətən idarə etmədə iştirakı genişləndi, doğrudur. Yoxsul vətəndaş bütün vəzifələr tuta bilərdilər, doğrudur. Yunanlı Makedoniya ordusuna məğlub oldu 338-dədir. Xalq yığıncağı ali orqana çevrildi, bəli. Bunu götürə bilərik 5-ci əsrdə. Deməli, 2-3-5 olur. Digər 84-cü sualda Qızıl Ordunun zəifləməsi Rus knyazlarını fəallaşdı. Moskva knyazlığı ətrafına birləşdi. Deyək ki, zəifləməsi ola bilər. Böyük Monqol xanın ölümü Qızıl Orduda hakimiyyət uğrunda mübarizə. Böyük Monqol xanı Qızıl Ordu ilə mübarizə bu aid deyil.
Kubilay xanın paytaxtı Pekinə köçürdü. Ulusların böyük xanla əlaqələri zəiflədi, düzdür. Teymurdan asıl olaraq ölkədə qaraçı yürüşləri təşkil etdi. Kulikova döyüşünü Qızıl Ordu məğlub edildi. Xeyr. Bu Toxtamış Kulikova döyüşünün Toxtamışa aidliyi yoxdur. Bu da Mamay xan idi. Yenə də burada 1-3 uyğun cavab olur. 83-cü sualda aşağıdakilərdən hansını Çaldıran döyüşünə həm də Sultan Süleymanın yürüşünə aid etmək olar? Aşağıdakı hansılarını həm Çaldıran düzündə olan döyüşdə, həm də Sultan Süleymanın yürüşünə aid etmək olar? Səfəvi Osmanlı müharibəsinin ilk mərhələsi dövründə baş verib. İlk mərhələsi dövründə baş verib. Bəli, bunu aid etmək olar. Çünki 1514 deyək ki, 1555-ə qədərdir. Təbriz Osmanlılar tərəfindən ələ keçirib, düzdür. Şah Təhmasib rəhbərlik edirdi, xeyr, bu ortaq deyil. Osmanlılar uğur qazana bilmədi, bunu da aid etmək olmaz. Yəni, uğur qazanmışdı. Osmanlılar uğur qazanmışdı. 1 ilə 2-ni uyğun götürürük. Digər bir sualda, 86-cı sualda Fransa kralı 11-ci Ludovikin fəaliyyəti dövründə rəqiblərinin bir-birinin ardınca mübarizə sövq etməyi məğlub etdi. Mərkəzləşmə gücləndi. Al-Qızılgül, Al-Qızılgül müharibələri İngiltərə aiddir. Aragon və Kastilya krallıqları birləşdirdi, İspaniya aiddir. Deməli, mərkəzləşmə prosesi gücləndi. Burada da 1 ilə 2 uyğundur 86-cı sualda və digər sualda Qazan xanın vergi, rabitə və məhkəmə islahatına aid olan uyğunluqları seçək. Burada da yazaq. Burada misafirlərin rəiyyətin evində qalmaları qadağan edildi. Deməli, bu rabitə islahatı. Misafirlərin, rəiyyətlərin evində qalmaları. Sonra alqı-satqı işlərinin qayda qanunu yaradılmasına diqqət artırıldı. Bu məhkəmə işləridir. B3-ə aid olar. Sonra kəskin mübarizə şəraitində həyata keçirildi. Mübarizə şəraitində gömrük haqqı toplanmasına qayda qanun yaradıldı. Gömrük deməli haqqı toplanmasında qayda qanun yaradıldı. Bu vergi ilə bağlı olar. Deyilən, deməli bir də burada deyir ki, rabitə islahatı gömrük haqqı toplanmasında qayda qanun yaradıldı. Misafirlərin rəiyyəti deməli A bəndidə gedəcək. Misafirlərin rəiyyətin evində qalmaları qadağan idi. Deməli, rabitə islahatı. Deməli, A bəndidə 2-yə gedəcək. Burada bir də D, 2-də B, 3-də A olur. Deməli, digər bir sualda gedirik ki, Osmanlı sultanı Ağqoyunlara zərbə vurma məqsədi öncə Trabzon krallığı ilə hesablaşmaq qərarına gəldi. Vəziyyəti anlayan Trabzon hakimi elçini Diyarbəkirə Uzun Həsənin yanına yolladı. Trabzonun Osmanlı sultanı hücumundan xilas etmək naminə hərbi sahişə hazır olduğunu bildirdi. Romaya toplanmış bir çox qərb və şərq hökmdarları Osmanlı dövlətinə qarşı ümumi hərbi səlbi yürüşünə çıxmaq məsələsi müzakirə etdilər. Lakin qərb hökmdarlarının təntənəli qəbul mərasimləri və əllərinə baxmayaraq bu səlbi yürüşü həyata keçirmədi. Osmanlı sultanı bütün məsələlərin xəbəri vardı. Trabzonu fəth etmək üçün fürsət gözləyirdi. Ağqoyun qüvvələrinin Osmanlılarla iş toqquşması sərhəd boyunca baş verdi. Nəticədə Uzun Həsən Osmanlıları sülh yaratma qərarına gəldi. Tarixi bilən əsasən mənbədə Əsənin ilk toqquşmanın baş verdiyi döyüşün adı Qoylisar döyüşüdür. Nəticəsi Ağqoyunlar qələbə qazandı. Uzun Həsənin sülh yaratmaq cəhdinin anasının göndərməsi nəticələri odur ki, Trabzonda deməli, hücumdan çəkindirə bilmədi, lakin Ağqoyunlarla müharibədə bir müddət hansı ki çəkindirdi, bir müddət müharibə olmadı. Lakin Trabzondan müharibədən çəkindirdi. Osmanlının Uzun Həsənin müttəfiqini süquta uğratmasının Ağqoyun dövləti üçün nəticələri tarixi biliklərə əsasən müəyyən edin. Yəni ki, nəticə nədir? Burada Trabzonu itirməklə həm Qara dənizsiz ticarət yollarını itirdi, yəni Avropa ilə əsas ticarət yolu bağlandı və bu da Osmanlı ilə onların arasında daha da münasibətlərin kəskinləşməsinə gətirib çıxartdı.